Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar, dəyərli CBC Sport izləyiciləri. Misli Premyer Liqasında 35-ci turun Zirə sabah qarşılaşmasından canlı yayımıza başlayırıq. Bura Zirə Olimpiya İdman Kompleksinin stadionudur və bugün Misli Premyer Liqasında 35-ci turun 3 görüşü eyni saatdə, Bakı vaxtı ilə saat 17-də start götürür və qarşılaşmaların eyni vaxtda başlamasına səbəb turnir cədvəlində kollektivlərin Avrokubok imkanlarını qoruyub saxlamasıdır. Və buna görə də çox maraqlı 3 görüş eyni anda başlayır. Biz hazırda Zirədəyik və CBC Sport kollektivi olaraq bu qarşılaşmanı sizə canlı yayımda nümayiş etdirməyə çalışırıq. İlk toxunuş gəlir və Sabah futbolçuları oyuna başlayırlar. Lepinitsa topu geri götürür. Sekidika topa çarptı. Çıxmayıb top meydandan və Sekidika top ələ keçirir. Qüvvətli zərbə! Dirək! Oy, epizod mükəmməl idi. Əla bir epizod idi amma top qapıdan keçmir. Sekidika! Anar Nəzirovu da şoka saldı o zərbəsiyle. Çox yaxşı boşluq var indi Zirənin əks hücumu üçün. Junior Martins bir rəqiblini keçdi, hətta iki rəqibini orada mübarizəni kərarlaşdırır. David Volkov baxır ətrafa. Volkov ötürə qapı qarşıda. Boşda zərbə və gol! Hesab açılır. Zirə sabah maçında o təzyiqdən necə çıxdı Zirə? Rəqibin o məngələsindən necə çıxdı? Necə sürətli əks hücum, necə boşluğu dəyərləndirmək, necə o zonanı görmək? Əla bir hücum nömrəsi izlədi Zirədən. Junior Martins əvvəlcə doğru istiqamət seçdi. Rəqiblər üzərində çəkdi, sağ cinahlı oynadı və David Volkovun bircə ötürülüşü, bax bircə ötürməsi orada uğurlu oldu və nəticədə həm yerlisi Georgi Papunaşvili topu qapıdan keçirir. David Volkovun ötürməsindən sonra Zirə hesabı açır doğma meydanda. Önündə 3 futbolçu Nuriyev cərbə meydançasında saxlayır topu Anatoli. Ötürmə qapı qarşısına Namiq Ələskərova imkan verilmədi. Zərbə və son anda toxunuş. Küncdə zərbə olacaq. Sabahın uzun gedişli hücumu zərbə ilə yekunlaşır amma bloklanır o zərbə və küncdə zərbə olacaq. Maçda artıq 31-ci dəqiqədə görüşün 3də 1 hissəsi geridə qalıb. Zirə öndədir hesabda. Sabah futbolçuları ötürməyə qapı qarşısında uzaq küncə Rasabal topa yaxşı toxuna bilmədi. Şafranko'dan ötürmə. Jesse Sekidika çaxdı topa. Önündə Elçin Əlicanov. Sekidika zərbə mövqeyinə çıxır. Sekidika ötürmə. Zərbə və top qapının üstündən keçir. Yenə Ivan Lepinitsa. Yenə o zərbə indirdi və bu dəfə də çərçivəyə düşə bilmədi. Jesse Sekidika çox yaxşı boşluq açıldı. Şafranko yaxşı gördü onu amma Lepinitsa komanda yoldaşlarının uğurlu qurduğu o taktikanı, o hücumu dəqiq zərbə ilə yekunlaşdıra bilmədi. Və ilk hissəni yekunlaşdırır Elçin Məsiyev. Belə ikinci hissə başlayır. Komanda yoldaşına və indi işarə verilir. Junior Martins ötürmə qapı qarşısına. Stas Pakatilov ardınca Sekidika və out. Təhlükəli epizoduydu. Pakatilov yumruqluyur topu və yan xəttdən indi meydan sahibləri topu ilə daxil edəcək. Abdullah Haybulayev. Sofiyan Şakla cərbə meydançasında ötürmə zərbə və fikir verin Jesse Sekidika necə uğursuz bir zərbə indirir. Jesse Sekidika bu imkanı necə qaçırır? Haybulayev ötürmə sağ cinaha. Namiq Ələskərov qapı qarşı ötürmə. Başla zərbə amma hara? Pavel Şafranko.
Bir qədər əvvəl Sekidika, indi Şafranko nişangahı itirib bu futbolçular düzgün zərbə indirə bilmirlər. Hər ikisi eyni tərəfə qeyri-dəqiq zərbələrlə yadda qalır. İrasabal, Şafranko, Nuriyev çatır topa. Anatoli Nuriyev baxır ətrafına. Nuriyev ötürmə, Vincent ilə. Cərbə meydançasında Til. Ötürmə qapı qarşı zərbə və gol! Hesab bərabərdir. Zirali Peydman kompleksinin stadionunda Sabah futbolçular hesabı bərabərləşdirirlər. Vincent Til oyuna daxil oldu və həlledici ötürməni etdi. İzlirik təkrarı. Anatoli Nuriyev yaxşı irəlilədi. Gördü cinahı. Vincent Til cərbə meydançasına bax bu cür şığıdı və onun qapı qarşısına ötürməsi qolla yekunlaşır. Nuriyevdən ara ötürməsi, Vincent Tildən məhsullar ötürmə və top qapıdan bax bu cür keçir. Pavel Şafranko. Pavel Şafranko hesaba tarazlıq gətirir. Nogueira da cərbə meydançasına daxil oldu. Sanki üçüncüdən zərbə yerini yetirilmiş kimi komanda. Ötürmə qapı qarşısına. Lepinitsa! Qapı tiri! İvan Lepinitsa! Əla bir epizod yaşandı Zirənin qapısı qarşısında. İvan Lepinitsa döndü, indirdi zərbən amma tir imkan vermir qola. İşarə verildi Elçin Məsiyev tərəfindən. Junior Martins birbaşa zərbə və Stas Pokatilov top ələ keçirir. Qazaxstanlı qapçı Junior Martinsin cərmə zərbəsindən sonra komandasını qoldan xilas etdi. Təkrarı bir daha izləyirik. Effekti zərbə idi ancaq Pokatilov yerində idi. Ruan. İssa Cibrila. Cibrila. Ötürmə qapı qarşı. Pokatilov və tir. İssa Cibrila. İti bucaqdan az qala fərqlənəcəkdi. İssa Cibrila. Yon İrasabal yaxşı oynayır. Sekidika. Ayaz Quliyev. Zərbə mövqeyinə çıxmağa çalışır Quliyev. Qüvvətli zərbə və top dirəyin yanından keçir Ayaz Quliyev. Az qala mükəmməl qolun müəllifi olacaqdı amma çox az fərqlə top qapının yanından keçir. Bax belə, Elçin Məsiyev, görüşün baş hakimi, FIFA referisi qarşılaşmanı yekunlaşdırır.